Salam uşaqlar, bugün də mən sizin üçün mövzu sınağı 10 olaraq 10, yəni mövzu sınağından 10-cu sınağı izah eləyəcəm. Yəni izahını çəkəcəm. Deməli, bizdə nə deyir? Başlayaq birinci sualdan. Birinci sualda deyir ki, bizə deməli 3 üstü 80 və üstə gəl 382 cəminin 10%-ni tapın. Neyniyək? Əvvəlcə 3 üstü 80-i ortaq vuruq kimi çıxardaq. İçəridə qalacaq 1, üzərinə gələk 3 üstü 80-i buradan çıxartsaq qalacaq 3 üstü 2. Üzərinə gəlsin 3 üstü 2 və bu olacaq 3 üstü 80. 3 üstü 2 9 eləyir. 9 da 1 gəlsək eləyəcək 10. Və bunun 10%-ni tapaq deyir. 10%-ni tapmaq üçün bilirik ki, 10-a vurub 100-ə bölmək lazımdır. Bunlar getdi, qaldı 3 üstü 80. Doğru cavab olacaq Y. Digər ikinci sualda bizə deyir ki, iki düz xətt üzərində qeyd olunmuş 10 nöqtələrini əmələ gətirdiyi. Deməli, n-imiz bərabərdir 10. Əgər 10 nöqtəni əmələ gətirdiyi şua və parçaları hesablamaq lazımdır. Bilirik ki, şuanın 2-nin üstündən hesablayırıq. Yəni 2 vurulsun 10 eləyir 20. Parçanı isə n vurulsun n çıxılsın 1 bölünsün 2 üstündən hesablayırıq. Yəni 10 vurulsun 9 bölünsün 2. Bu da eləyəcək 45. Və onların fərqini soruşur. Yəni 45-dən də çıxacam 20-ni, qalacaq 25. Doğru variantım A. Üçüncü sualda da deyir ki, ifadəsinin ən kiçik qiymətini tapın. Biz burada kvadrat gördüyümüzə görə kvadratın ən kiçik qiymətindən 0 götürə bilərik. Ona görə də bu ifadənin ən kiçik qiyməti olacaq 9. Modul bərabərliklərdə bilirik ki, bir dəfə mənfisini, bir dəfə müsbətini götürürük. Yəni burada ən böyük qiymət olacaq 7, tam qiymətdən söhbət gedir. Ən böyük qiymət olacaq 7, ən kiçik qiymət isə mənfi 7. Və bunları bir-birinə vursaq olacaq mənfi 49. Doğru variantım D. 5-ci sualda bizə deyir ki, qonşu bucaqların, demək biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Əgər birini bunu veribsə, digərini də tapa bilərik. 180 dərəcəni biz yaza bilərik 179 dərəcə 59 dəqiqə 60 saniyə. Yəni ondan da çıxacaq 83 dərəcə 17 dəqiqə və 38 saniyə çıxsaq qalacaq 2, deməli 22 saniyə, 2, 42 dəqiqə və 6, 96 dərəcə. Belə bir variant da harda var? Y variantında. Altda deyir ki, bərabər tərəfli üçbucağın tənböləni. Bir dənə bərabər tərəfli üçbucaq çəkək. Biz bilirik ki, bərabər tərəfli üçbucağın bucaqları 60-dır. Bütün bucaqları 60-dır və bütün tərəfləri eynidir. Və deyir tənbölən. Tənbölən bilirik ki, həm hündürlük, həm tənbölən rolunu oynayır. Yəni tənbölən də bucağı tənbölür. Və deyir tənböləni 5 kök altında 3-dür. 5 kök altında 3 olarsa, 60-ın qarşısındakı tərəf 5 kök altında 3-dürsə, 30-un qarşısındakı tərəf 5, 90-ın qarşısındakı tərəf isə 10 olacaq. Bizdən nəyi soruşur? Bu üç bucağın perimetrini soruşur. Bərabər tərəfli olduğuna görə bütün tərəflərim nə imiş? Eynidir. Yəni bir tərəfi 10-dursa perimetr olacaq 30. Doğru cavabım A. Deyir ki, kəsirin tam hissəsi ilə kəsr hissəsinin hasilini tapın. Yəni 144-ü bölsəm 64-ə, görə neçə eləyəcək? 2 dəfə, 2 dəfə 8, 2 dəfə 12, çıxsaq qalacaq 6, deməli 16. Yəni bunun tam hissəsi oldu 2 tam, 64-də 16. Bunu da ixtisar etsəm 2 tam 4-də 1. Bizə də deyir ki, bu kəsirin tam hissəsi ilə kəsr hissəsinin hasilini tapın. Tam hissəsi 2-dir, kəsr hissəsi isə 4-də 1-dir. Bunların da hasilini tapsan 1 bölünsün 2, yəni 0 tam 10-da 5 olacaq. Doğru variantım B. 8-ci sualda deyir ki, bizə, bir dənə bunları silək. 8-ci sualda bizə deyir ki, ifadəsinin ən kiçik qiymətini tapın. Yenə kvadrat olduğuna görə bu ifadənin ən kiçik qiymətini mən 0 götürə bilərəm. Çünki burada A-nın yerinə 3 yazsaq, 3-dən 3 çıxsaq 0 eləyər. Buranı da 0 götürürəm. Yəni ifadənin ən kiçik qiyməti olacaq 11. Doğru variantım A. Bərabər yanlış bucağa. Bir dənə bərabər yanlış bucaq çəkək. Oturacağı bitişik bucağı 30 olarsa 30. Digər tərəfi də olacaq 30. Oturacağı 6 sm olarsa 6. Bu üç bucağın perimetri neçə santimetr olacaq? Yenə bərabər yanlı olduğuna görə buradan bir hündürlük çəksək, hündürlük həm də median rolunu oynayır. Ona görə tərəflərim 3 götürərəm. Onda istəsək Pifaqorla gedə bilərik, istəsək
60'ın qarşısındakı tərəfindən gedə bilərik. Biz 60'ın qarşısındakı tərəfi bilirdik ki, A kök altında 3'ə bərabərdir. Yəni 60'ın qarşısındakı tərəfdə biz görürük ki, 3'ə bərabərdir. Onda A'mız olacaq 3 bölünsün kök altında 3. Və bunu da irrasionaldan azad etsək, olacaq elə kök altında 3. Yəni A'mız olacaq onda, A olacaq kök altında 3. Əgər A kök altında 3-dürsə, 90'ın qarşısındakı tərəf olacaq 2 kök altında 3. Və bərabər yanlı olduğuna görə burada yazıram 2 kök altında 3. Bu tərəfdə olacaq kök... Aha. Buranın kök altında 3 değil, kök altında 3. Buranı yazmalıydık. Aha, buralar ilə onsuz da 3'dür. Və bizə soruşur ki, bu üçbucağın perimetrini tapın. Perimetr də bərabərdir. 2A üstə gəl B. Yəni 2 vurulsun. A'nı tapmışıq 2 kök altında 3. B'ni də bilirik ki 6'dır. O da bərabər 4 kök altında 3. Üzərinə gəlsin 6. Yəni doğru variantım olacaq C. Çevrənin radiusu 80% artırsaq, çevrənin uzunluğu necə dəyişir? Biz bilirik ki, radiusun uzunluğu düz mütənasibdir. Ona görə çevrənin radiusunu biz əgər 80% artırırıqsa, çevrənin uzunluğu da 80% artacaq. Keçək 11-ci suala. Deyir, kəsirini ixtisar eləyin. Eləyək. Yuxarıdan görürəm ki, bu hansı düsturdur? Yəni bunu 8'in kvadratı kimi yazsaq, 2x çıxılsın 8, bir dəfə də 2x üstə gəlsin 8. Aşağını da yazaram. Buradan 14'ü çıxarsaq, 14'ü çıxarsaq möhtəzən xaricinə qalacaq x üstə gəlsin. Deməli 4. Bu da bərabərdir. Yuxarıdan da 2'ni çıxarsaq, qalacaq 2. X çıxılsın 8. X üstə gəlsin 4. Aşağıda da olacaq 14 vurulsun. X üstə gəlsin 4. Buradan x üstə gəlsin 4'lər getdi. 2 ilə 14 getdi. Qaldı 2x çıxılsın 8 bölünsün 7. Belə bir cavabımız da harda var bizim? Aha, buradan da əslində C variantıdır. Buradan da 2'ni çıxardıb yazıb x çıxılsın 4 bölünsün 7. Doğru variantım C variantı. Bərabər tərəfli üçbucağın bizə deyir ki, daxilinə çəkilmiş çevrənin radiusu. Biz bilirik ki, bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu A bölünsün 2 kökdə 3'dür. Deyir, bu bərabərdir 2 kökdə 3. Biz buradan A'nı tapsaq, A bərabərdir 2 kökdə 3 vurulsun 2 kökdə 3. O da bərabərdir 12. Əgər A'mız 12'dirsə, bərabər tərəfli olduğuna görə perimetrdə 3A idi. Yəni 3'ü vuracam 12'yə, eləyəcək 36. Doğru cavabım Y. Banu bir pizzanı 8 dilimə bölüb 3'ünü yeyərsən. Yəni 8'də 3'ünü yeyib. Yoxsa eyni pizzanı 9 dilimə bölüb 4'ünü yesə, hansı daha çox yemiş olar? Kəsilən müqayisəsidir bu. Burada neyinəyək? Ortaq məxrəc eləyək və yaxud da ki, ortaq sürət eləyək və yaxud da ki, kəsiri çarpaz vursaq, yəni nəticəmiz eyni olar. Mən ən rahatı çarpaz vuracağam. 3'ü vursaq 9'a 27, 4'ü vursaq 8'ə 32. 32 böyük olduğuna görə, deməli 4'də 9 daha doğrusu 9'da 4 hissəmiz daha böyükdür. Aha, burada bizə deyir ki, rənglənmiş hissəni tapın. Rənglənmiş hissə, burada çoxluqlar verilib. Deməli, M çoxluğu ilə N çoxluğun kəsişməsi, bax biz buranı görürük ki, kəsişmədir. Əgər bura kəsişmə olsaydı, bütün hissə qara olardı. Amma buradan kəsişmədən K'nı çıxıb, K hissəsini çıxıb. Bax, buranı çıxıb ona görə bizdə yerdə qalan olacaq kəsişmədən. Bu belə bir variant harda var? Deməli, M ilə N'in kəsişməsi, M ilə N'in kəsişməsindən K'nı çıxıb. Doğru cavab B variantı. Bu hesablamadır, sadələşdirmədir. Deməli, nə edək? Biz buradan, biz bilirik ki, bunlar irrasional ədəddir. İrrasional ədədsə biz müəyyən hissəsini kökdən çıxarda bilərik. Yəni, 27'ni mən yazaram, kök altında 27'ni yazaram, 9 vurulsun, 3 kimi. Üstə gəl, 48'i yazaram, 16 vurulsun, 3 kimi. 75'i yenə yazaram, 25 vurulsun, 3 kimi. Və 108'i də yazaram ki, 36 vurulsun 3 kimi. Və buradan bir hissəsini kökdən çıxardacağım. 9'dan 3 çıxır. 3 kök altında 3. Üzərinə gələk. 16'dan çıxır. 4 kök altında 3. Üzərinə gələk. 25'dən çıxır. 5 kök altında 3.
36-dan çıxır 6 kök altında 3. Bu da bərabərdir. Deməli, hesablasaq 7, 12, 6 kök altında 3. Və bunun bizdən tam hissəsini soruşur. Tam hissəsini tapsaq, yenə kök altına yazsam 6-nı 36, 108. Biz də bilirik ki, 108-dən təxminən 10 çıxır. Ona görə doğru variantım olacaq 10. A-nın hansı qiymətində kəsrin mənası yoxdur? Kəsrin mənası o zaman olmur ki, məxrəc 0-a bərabər olsa. Yəni, buradan A, deməli, əgər 3 olsa, bunun mənası olmur. Doğru variantım A bərabərdir 3. Üçbucağın perimetrin ala biləcəyi ən böyük tam qiyməti tapın. Bu üçbucaq bərabərsizliyidir. Buradan götürsək 17. Nədən kiçik olacaq? 12 ilə x-in cəmindən kiçik olmalıdır. Bəs nədən böyük olmalıdır? 12 ilə x-in fərqinin modulundan böyük olmalıdır. Yəni, biz buradan ən böyük tam qiymətini soruşur. Ona görə biz burada x-i götürə bilərik. Deməli, 5, 7, 6. Əgər x-i 6 götürsək, deməli, 17, 18-dən kiçik. Aha. İndi gəlin hesablayaq. 12, üzərinə gəl 6, üzərinə gəl 17. Bu da bərabərdir. Neçə olacaq? Deməli, 18, 18 üstə gəl 17, 35. Doğru cavabım olacaq 35. Keçək 18-ci sualda görək nə deyir bizə. 18-ci sualda bizə deyir ki, x-i tapın. Mən bu sualın ən rahat yolu, buradan bir paralel düz xətt çəksəm. Əgər bura 140-dırsa, bura 40 olur. Çünki içəridəki bucaqların cəmi 180 olmalıdır. Əgər bura 120-dirsə, bura olacaq 60. Və buradan da biz görürük ki, bu düz açıq bucaqdır. Açıq bucağında cəmi 180 olmalıdır. Ona görə 40, üzərinə gəl 60, üzərinə gələk x bərabərdir 180. Buradan da x-i alaram ki 80. Yəni, doğru cavabım 80. Hesablayın deyir. Əgər bu ədədin üzərində mənfi 1 görürsə, yəni bu 1 bölünsün deməkdir. Yəni 4, 1 bölünsün 4, üzərinə gələk 3, 1 bölünsün 3. Bunu da hesablasaq, əvvəlcə mörtəzəni bunun içərisini hesablayırıq. Hesablasaq olacaq 16 üstə gəlsin 9. 16-nın da üstə 9 gəlsək eləyir 25. 25-i də bölürəm 2,5-ə. 25-i də 2,5-ə bölsək, eləyəcək, deməli, 0 artıb, bilirik ki, 0 silirik, eləyir 10. Onu da 0,6-ya vursaq, 10 vurulsun 0,6, o deyiləcək 6. Doğru cavabım oldu 6. 20 də maraqlı sualdır. Buradan biz müxtəsərin köməkçili üsulundan istifadə edəcəyik və yaxud da ki, hər tərəfi kvadrata yüksəltməkdən tapa bilərik. Aha. Gəlin hər tərəfi kvadrata yüksəldək. Onda olacaq a-nın kvadratı, üstə gəlsin 1 bölünsün 4a-nın kvadratı, üstə gəlsin, deməli 2 vurulsun a vurulsun, 1 bölünsün 2a. Bərabərdir 16. Buradan da 2a-lar getdi. Qalacaq a-nın kvadratı, üstə gəlsin 1 bölünsün 4a-nın kvadratı bərabərdir. Burada 1 alınır, 16-dan da 1 çıxsaq qalır 15. Doğru cavabım 15. Digər ifadəni də hesablayaq 21-ci sualı. Yəni 8 çıxılsın, 2 vurulsun, a-nı bizə mənfi 7 verib, 2 vurulsun mənfi 7 üstə gəlsin 6. Hər ikisi moduldadır. Deməli 8 çıxılsın, 2-ni 7-yə vursaq mənfi 14, üstə gəlsin 6. Mənfi 14-dən 6 çıxanda qalır mənfi 8. Modulun içərisində olduğuna görə müsbət 8 kimi çıxacaq və 8-dən də 8 çıxsaq 0. Cavabımız olacaq 0. 22-ci suala keçək. 22-ci sualda bizə nə deyir? Tənasübündə x-i tapın. Deməli, 4 vurulsun, çarpaz vuraq, 4 vurulsun, daha doğrusu 4 üzərinə gəlsin, 0,4-də 4-ü necə yazacağıq? 9-a 4 kimi x. Bunu da vuraq 8-ə, bərabərdir 3 vurulsun, 4x çıxılsın 1. Tənlikdir, sadələşdirək. Deməli, 8-ə 4-ə vursaq 32, üzərinə gəlsək, deməli, vursaq bura 32 bölünsün 9x bərabərdir
Bunu da içəri vursaq 12x çıxılsın 3. Ədədləri bir tərəfə keçidək. X-ları bir tərəfə. Deməli, aha, 32 9x-dan çıxacam 12x-i bərabərdir. Deməli, bunu bu tərəfə keçirik. Digərini keçidək. O birisi tərəfə 32. Bunun məxrəcini yazsaq 9. Deməli, olacaq 9-da 32x çıxılsın. 9-u 12-yə vursaq 8, 108x. Bərabərdir mənfi 35. 108-dən də 32 çıxsaq, o da mənfi qalacaq. 6 qalır 96. 96 yox, hesabda səhv eləməyək. Deməli, çıxsaq qalacaq 6, 76x özünə mənfi. Bölünsün 9 bərabərdir mənfi 35. Hər tərəfdən mənfiləri atsaq, 76x-ın bərabərdir 35 vurulsun 9. Buradan da x-i tapsaq, 35 vurulsun 9 bölünsün 76. Biraz sadələşdirək, ixtisarlarımızı aparaq. Bölsək neçə eləyəcək? 76-nı bir dənə kalkulyatorla hesablayaq. 35-i vuraq 9-a. 9 dəfə 5-im 45, 27, 27 + 4, 31. 315 bölək 76-ya. 315-də 76-ya bölsək, deməli, neçə dəfə eləyəcək 76-nın 3, 9 dəfə eləsək, 9 dəfə 6, 4, 9 dəfə, yox, 9 dəfə eləməz, neçə dəfə eləyər? 5 dəfə eləməz, 4 dəfə baxaq, 4 dəfə 24, 4 dəfə 28, deməli 30, aha, 4 dəfə. Qaldı 1, 11 də qalıq qaldı. Deməli, tam hissəmiz oldu. 4 tam, deməli 76-da 11. Doğru cavabım olacaq bu. 4 tam 76-da 11. Keçək 23-cü sualın izahına. 23-cü sualın izahında bizə deyir ki, şəkilə əsasən MN və BC aralarındakı məsafəni soruşur bizdən. Aha, deməli, nə edək? Buradan bir-birə hündürlük çəksək. Aha, hündürlük çəksək. Hündürlüyü necə tapırdıq? H bərabər idi. 16 vurulsun 12 bölünsün 20. Bunu da hesablasaq, ixtisarlarla geçsək 4, burada qalacaq 5, burada qalacaq 4. Deməli, 48 bölünsün 5. 48-də 5-ə bölsək, 9 dəfə, 9,6 edir. Əgər 9,6-dırsa, bu orta xətt onu həm də 2-yə bölüb. 9,6-nı da biz 2-yə bölsək, eləyəcək, deməli, 4,8. Bizdən də elə məsafəni soruşurdu. Oldu. Deməli, burada olacaq 4,8, burada olacaq 4,8. Bizdən də buradakı məsafəni soruşurdu. Doğru cavabımız 4,8. Keçək 24-cü suala. Deyir, şərtini ödəyən x natural ədədlər cəmi üçün, aha, buranı tap. Neyniyək? Gəl əvvəlcə, aha, buranı alaq. Müxtəsər vurma düsturunda görürük. X plus y-in mörtəzə kvadratı çıxılsın z-in kvadratı. Bərabərdir 23. Burada yenə müxtəsər tətbiq etsək. X plus y çıxılsın z vurulsun x plus y plus z. Bərabərdir 23. 23 sadə ədəddir. Yəni 1 ilə biz 23-ü bir-birinə vursaq 23 alarıq. Buradan sistem tənliklə x plus y çıxılsın z bərabərdir 1. X plus y plus z bərabərdir 23. Tərəf-tərəfə toplasaq, z-lər gedəcək, qalacaq 2x plus 2y bərabərdir 24. X plus y-imiz bərabərdir. Hər tərəfi 2-yə bölsək 12. Bunu aldıq. Və buradan 12 çıxılsın z bərabərdir 1. Onda z-imiz olacaq 11. Z də tapdıq. Aparaq ifadədə yerinə yazaq, hesablayaq. Deməli, yazıb ki, 2 vurulsun 12, üstə gəlsin 3 vurulsun 11. 2-ni 12-yə vursaq 24, üzərinə gəlsək 33, eləyəcək, deməli, 57. Doğru cavabım 57. Keçək 25-ci və sonuncu suala. Bizə deyir ki, həndəsi ortası 4 olan 3 natural ədəd verilib. Yəni, həndəsi orta nə demək idi? X vurulsun, y vurulsun, z 3-cü dərəcədən bərabərdir 4. Və bizə deyir ki, bu 3 ədədin hasili hansı ədədin kvadratıdır?
Yəni mən hər tərəfi kuba yüksəltsəm, hər tərəfi kuba yüksəltsək, x vur y vur z bərabərdir 64. 4-ün kubu çünki 64-dür. 64 hansı ədədin kvadratıdır? Əlbəttə ki, 8-in. Doğru variantımız olacaq 8. Bugünlük bu qədər. Növbəti sınaqlarda görüşərik.